Epilepsiya sağala bilən xəstəlikdirmi? Ümumiyyətlə, epilepsiyalı xəstələrin 70-80%-i antiepileptik dərman qəbul etməklə tutmaları kontrol altına alınır. Burada çox önəmli olan dərmanları vaxtı-vaxtında, yəni düzənli qəbul edilməsi və uyğun dozada qəbul edilməsidir. Həmçinin dərmanları öz başına kəsmək olmaz, buna həkim qərar verməlidir. Qıcolmalar dərman qəbul etdikdən sonra təkrarlanmasa belə, müalicə müddəti ən az 2 və 5 il ərzində aparılmalıdır. Bu da epilepsiyanın növündən asılıdır. Əgər bu illər ərzində qıcolmalar müşahidə olunmazsa, 1 il ərzində dərmanın dozasını tədricən azaldaraq həkim tərəfindən kəsilməlidir. Qalan 20-30% epilepsiyalı xəstələrdə isə dərman qəbuluna baxmayaraq qıcolmalar yenə də davam edə bilir. Bu pasientlərin 5-10%-də də epilepsiya ağır gedişatlı olur. Bu pasientlərdə də cərrahi əməliyyat, pilin taxılması və yaxud ketogen diyeta kimi müalicələrdən istifadə oluna bilər.